Dünyada ətin bahalılıq statistikasında Azərbaycanın da adı yer alıb. Azərbaycanda ərzaq mağazalarında 1 kiloqram mal ətinin orta qiyməti hazırda 17 manat 90 qəpikdir. Bu isə təxminən 10 dollar 50 sent deməkdir. Nambeonun son məlumatlarına görə bu qiymətlə Azərbaycan 103 ölkə arasında 70-ci yerdə qərarlaşıb. Bəs regionda vəziyyət necədir? Ən bahalı mal əti Türkiyədədir. 1 kiloqram 34 manata yaxın, yəni 20 dollardan çoxdur. Ermənistanda bu rəqəm 20 manat civarındadır. Rusiyada 18 manat, Gürcüstanda isə təxminən 16 manatdır. Yəni qonşular arasında ən ucuz mal əti Gürcüstanda, ən bahalısı isə Türkiyədə satılır. Dünya üzrə isə fərq daha da kəskindir. Ən bahalı mal əti İsveçrədədir. 1 kiloqramı 76 manatdan çoxdur. Norveç, Lüksemburq, Cənubi Koreya və Sinqapur da ilk 5-likdə yer alır. Ən ucuz mal əti isə Pakistandadır, cəmi 8 manata yaxın. Nigeriya, Kenya, Hindistan və Nepal da ən ucuz ölkələr sırasındadır. Beləliklə, Azərbaycan nə ən bahalı, nə də ən ucuz ölkələr sırasındadır. Amma qiymətlər regionla müqayisədə orta səviyyədə qalmağa davam edir.